dərsdə ucuz və bahalı məhsulları müqayisə edirik, part 2. Ən sevdiyim ucuz və bahalı demək uyğun qiymətli və yüksək qiymətli məhsullar deyək. Bu dəfə daha da uyğun büdcəli məhsullar olacaq. Bu tərəfə Wet n Wild'ın bazasından istifadə edəcəm. Oraları çox qəşəng örtən, silikonsuz və nəmləndirici xüsusiyyəti olan bir bazadır. Mənə görə Kiko uyğun büdcəli olsa da bir çoxuna görə bu belə deyildi. Ona görə də digər tərəfə Kiko'nun Hydra seriyasından olan bu bazasını istifadə edirəm. Keçid edirik tonal kremə. 3 tonal kremdən birini seçəcəm. Uzun büdcə üçün G-Sapın fırçalarından istifadə edəcəm. Çox yüngül və SPF tərkibli bir tonal krem. Digər tərəfə isə Estee Lauder Double Wear məşhur tonal kremini tətbiq edəcəm. Onu isə Kiko'nun fırçası ilə. Fırçaları qarışdırmıram ki, tonal kremlərin teksturasını daha yaxşı görə biləsiniz. Məhsullar bir-birinə qarışmasın. Uyğun tərəfi yerli brend sadə ilə. Arada bu elə bir daha böyük oldu. Növbəti addım konsiler istifadəsi. Bu tərəfə Tarte'ın məşhur konsilerini. Biraz çox oldu. Uyğun tərəfə isə Revolution'un bu konsilerini istifadə edirəm. Onu da digər fırça ilə. Krem ənlik əvəzinə hər iki tərəfə istəyirəm stik ənlik yoxlayın. Bu tərəfə Kiko'nun bu stik ənliyini. Digərinə isə Fiskan formulanın bu stik ənliyini yoxlayıram. Bu biraz daha tünd çəhrayıdır. İstər krem, istər stik ənli ilə tətbiq olunan kimi yayılmalı. Çox sürətli şəkildə dəriyə hopur. Ona görə də onları tez yaymaq lazımdır. Digər tərəfə isə Kiko'nun bunu artıq məndə görmüsünüz. Sabitləyək. Bu hissəni Revolution'un sabitləyici kirşanı ilə. Digər tərəfi isə Givenchy'nin sabitləyici kirşanı ilə sabitləyirik. Artıq qalan kirşanları təmizləyirik. Kalistarın belə bir məhsulunu istifadə edəcəm. İçərisində həm çəhrayı tonlar, həm də parlaqlıq var. Digər tərəfə isə Revolution'un bu üçlü paletindən istifadə edəcəm. Burada var krem ənlik və aydınlatıcı. Bunu yoxlayacağım. Çox qəşəng parlaqlığı var. Çox qəşəng bir parlaqlığı var. Keçid edib dodaq qələminə. Hər ikisinə də Mistylis istifadə edəcəm. Şokolad rəngli bir tonu var. Bu arada dodaq şişirtmə özəlliyi də var. Bu dəqiqə dodağım yanır. Son olaraq makyajı sabitləyirik. Bu tərəfə Revolution'un sabitləyicisi ilə. Çox qəşəng ətri var. Digər tərəfə isə MAC-ın sabitləyicisi ilə. Və belə hazırdır. Hər iki tərəfə rahat formadan belə baxa bilərsiniz. Öncədən də qeyd etmişdim, əsas olan makyaj vasitələrinin qiyməti deyil, onun düzgün bir şəkildə tətbiq edilməsidir. Düzgün bir şəkildə tətbiq etdikdə ən uyğun qiymətli məhsul belə sizin üzünüzdə bu formada qəşəng, səliqəli və bahalı görünə bilər. Bu qədər. Bu arada dodağım hələ də yanır.